Mütəxəssislərin fikrincə, havanın temperaturunun dəyişməsinə insan orqanizmi fərqli reaksiya verir. Temperatur düşdükcə bədən istilik tarazlığını qorumaq məqsədi ilə daha çox işləyir. Yeni mühitə adaptasiya olmaq üçün əlavə enerji sərf edir. Bu da bədənə əlavə stres və gərginlik gətirir. Bəzi insanlarda, xüsusən də meteohəssas şəxslərdə, ürək-qan damar sistemi xəstəliklərindən əziyyət çəkənlərdə, şəkərli diabet, qalxana bənzər vəzi xəstəlikləri olanlarda bu adaptasiya prosesi daha çətin keçir. Belə şəxslərdə baş ağrısı, halsızlıq, yorğunluq, gərginlik, diskomfort, nevroloji statusun dəyişməsi halları müşahidə oluna bilər. Belə olduqda isə müəyyən məqamlar diqqətə alınmalıdır. Ona görə də bu insanlar mütləq şəkildə mövsümə xarakter geyinilməlidir. Havanın temperaturuna uyğun olaraq paltar seçimi olunmalıdır. Bol miqdarda maye, su içilməlidir. Ağır qidalardan uzaq durulmalıdır. Xüsusən də xroniki xəstəliyin əziyyət çəkən insanlar havanın temperaturunu dəyişməmişdən öncə mütləq həkiminə müraciət edib müalicələri yenidən nizamlanmalıdır. Həkim nəzarəti olmadan, həkim qərarı olmadan dərmanın dayandırılması və yaxud dərmanın dozasının artırıb azaldılmasına isə qəti yol verilməməlidir. Bu dönəmdə dediyimiz kimi bu insanlarda gərginlik, halsızlıq, baş ağrısı şikayətləri artarsa, xəstədə hər hansı bir simptomda ciddi qabarıqlıq varsa, bu zaman mütləq şəkildə həkimə müraciət olunmalı və yenidən müayinələri həyata keçirilməlidir.